Hərçənd xəstələrinin müalicəsi ilə yanaşı, yəni tam sağalma müalicəsi ilə yanaşı, təəssüf ki, gecikmiş xəstələrimizdə palliativ yardım deyilən bir üsuldan da istifadə etmək məcburiyyətində qalırıq. Palliativ yardım zamanı burada təkcə biz həkimlərin yox, xəstənin ailə üzvlərinin də böyük dəstəyi lazımdır. Burada əsas yük ailə üzvlərinin üzərinə düşür. Bu zaman depressiyada olan xəstənin artıq qidalanma istəyi olmayan və yaxud müəyyən səbəblərdən, xəstəlik səbəbindən qidalana bilməyən, xüsusi qulluq tələb edən xəstələrimizə ailə üzvlərinin xüsusi diqqəti və qayğısı vacibdir. Bu xəstələr əgər normal şəkildə qidalana bilmədiyi halda müxtəlif üsullarla orqanizmə lazım olan qida ehtiyatını təmin etməlisiniz. Xəstənin əziyyət çəkməməsi üçün biz onkoloqlarla yanaşı, siz ailə üzvlərinə də kifayət qədər böyük yük düşür. Bunun üçün davamlı olaraq ortaya çıxan əlamətlərə görə siz xəstəyə yardım göstərməlisiniz. Ağrı varsa, ağrı kəsici, qidalanmırsa, bəzi qida əvəz edici sistemlər və s. kimi xüsusi qulluqlar tələb eləyə bilər.